Salam dostlar, deməli qaldığımız yerdən davam edirik. Bu Oxford lüğəti, qalın bu lüğətdir. Burada dünyanın bütün sözləri var və onu tərcümə etməyə davam edirik. Abstainer, buradan başlayırıq, burada qalmışdıq. Abstainer, a person who chooses not to vote either in favor of or against something. Bir şəxs kim ki seçir nəyi? Səs verməməyi. Ya lehinə ya da əleyhinə, nəyinsə. Bu adama deyirlər bitirəf adam. İkinci mənası nədir? A person who never drinks alcohol. Yəni, içki və içki içməyən bir adam. Abstemious. Abstemious. Not allowing yourself to have much food or alcohol. Özünə icazə vermirsən ki, yemək və ya daha çox yemək və ya alkoqol qəbul edəsən, or to do things that are enjoyable, ya da həzz verən şeylərdən istifadə edəsən. Abstemious, yəni nəfsini boğan, özünü saxlayan deməkdir. Abstemious. Sonra abstention. Abstention birinci mənası nədir? Deməli, an act of choosing not to use a vote either in favor of or against something. Yəni nəyisə lehinə və ya əleyhinə səs deməli vermə aktıdır. Yox, verməmə aktı. Yəni heç bir səs vermirsən, nə lehinə, nə də əleyhinə. Bir tərəf qalsa, abstention, bir tərəflik. The voting was 15 in favor, 3 against and 2 abstentions. Yəni səs vermə 15 adamla lehin oldu, 3 adam əleyhin oldu və 2 nəfər bir tərəf qaldı. 2 dənə də bir tərəflik yəni. İkinci mənası nədir? The act of not allowing yourself to have or do something enjoyable or something that is considered bad. Yəni bayaq yuxarıdakı sözdə bildirdiyim kimi bunun sifət kimi formasında, yəni nəfsini boğan, özünü saxlayan. Burada isə nə olur? Deməli, nəfsini boğma. O mənada, abstention. Nəfsini boğma, özünü saxlama. Sonra abstinence. Abstinence nə deməkdir? The practice of not allowing yourself something, especially food, alcoholic drinks or sex, for moral, religious or health reasons. Yəni özə icazə vermirsən, özə icazə verməmə praktikası. Yəni nəfsini boğma, özünü saxlama isim kimidir. Abstinence. Total abstinence from strong drink. Yəni güclü içkidən tam özünü saxlama. Abstinent sifət formasıdır. Bu nəfsini boğan deməkdir. Not allowing yourself something, especially alcoholic drinks, for moral, religious or health reasons. Bu da yəni sifət formasıdır. Yəni not allowing yourself something, especially alcoholic drinks, nəfsini boğan da yəni. Abstinent.